mövzusu. Bilirsiniz ki, keçən də biz sizinlə bədii qiraət haqqında danışmışdıq, Harmoniya Dərnəyində. Bir də folklor musiqinin və folklorun rolunu. Bugün fərqli bir musiqi mövzuya demək, təsadüf edəcək bizim bugünkü dərnəyimiz. Uşaq ədəbiyyatı haqqında danışacağıq. Bilirsiniz ki, uşaq ədəbiyyatı musiqinin çox bağlı bir. Hər birinizi salamlayıram, hörmətli Harmoniyanın güləriz üzvləri, xoş gördük sizləri görməyimizə. Bugünkü bizim mövzumuz ədəbiyyatımızda ən önəmli mövzulardan biridir. Azərbaycan uşaq ədəbiyyatından nümunələr. Bildiyiniz kimi Azərbaycan uşaq ədəbiyyatı Gülbəniz müəllimə sizə folklordan nümunələr gətirdi. Uşaq ədəbiyyatı da şifahi xalq ədəbiyyatına dayanır. Laylalara, nağıllara, lətifələrə dayanır, təməlində onlar durur. Ancaq bununla bağlı mən sizin öz fikirlərinizi alacağım. Uşaq ədəbiyyatında Mirzə Əlişbər Sabir, Süleyman Sani Axundov, Cəlil Məmməd Quluzadə, Cabbarlı, bir çox Firidun bəy Köçərli, bir çox şair, yazıcı, dramaturqlarımızın böyük xidməti olmuşdur. Bugün bizim burada toplaşmağımızın xüsusi bir önəmi var. Məhz biz bu kitabların əhatəsində istədik ki, uşaq ədəbiyyatına səyahət eləyək və biz əgər kitabxanada uşaq ədəbiyyatına səyahət eləyiriksə, kitabxananın müdirəsi Sevinç xanım Abbasovanı dinləməmək olmaz. Gəlin, ilk öncə onun sizə olan fikirlərini, təbrikini alaq, uşaq ədəbiyyatı ilə bağlı fikirlərini alaq və biz görək o bizə hələ gələcəkdə hansı kitabları tövsiyə eləyir, uşaq ədəbiyyatından müraciət eləyək. Beləliklə, bizim qonağımız kimdir? Sevinç xanım Abbasova. Buyurun Sevinç xanım. Çox sağ olun, mən də hər birinizi salamlayıram. Mənə də xoş oldu ki, bugün kitabxanamızın qonağısınız, bizim qonağımız. İlk qonağımız sizsiniz ha bu harmoniyada. Çox sağ olun, təşəkkür edirəm. Mənə də xoş oldu. Uşaqların çoxunu da tanıyıram. Yəni, kitabxananın demək olar ki, daimi üzvləridir. Müəllimlər qeyd elədi, yəni gözəl qeyd edilər, uşaq ədəbiyyatı haqqında məlumat verəcəklər yenə sizə. Bir də mən bir şey çatdırmaq istəyirəm ki, oxu klubu yaradaq bizdə. Kitabxanamızda ən aktiv uşaqları, oxuyub, yəni daimi üzvləri, həmin klubun üzv eləmək istəyirik.